FED faiz dərəcələrini qaldırdı. Yəqin ki, bu ifadəni ən azı bir dəfə eşitmisiniz. Nəzərə alsaq ki, FED Amerikanın Mərkəzi Bankına işarədir və bir çox kommersiya bankları birbaşa və ya dolayı yolla pulu oradan götürür, müştərilərə satır, qazanc qazanır. Yəni, FED faizləri qaldıranda kommersiya bankının pulunun maliyyəsi, yəni xərci artır, məcbur ki, müştəridən daha çox faiz alsın. Yəni, bazardakı faizlərin artımına səbəb olur. Bəs bunun qiymətli kağızlara və sair yatırımlara təsiri necədir? Təsəvvür eləyək ki, FED faizi qaldırmamışdan qabaq mən investor olaraq X bir şirkətə yatırım eləmişəm. 10%. Görürəmsə ki, FED artıq faizləri bu gün qaldırdı, mən gözümdə canlandırıram. Mənim 10%-dən daha çox qazanmaq şansım yarandı. Mən niyə pulumu X şirkətində saxlayım? Yəni, çalışıram ki, pulumu X şirkətindən götürüb başqa bir yerə yatırım eləyim. Yəni, həmən şirkətin səhmlərinə artıq tələb azalır. Çünki o 10% verir, mənim gözümdə isə 11-12 və s. qazanmaq şansım var. Və ya qiymətli kağız, Y şirkətinin bir 12%li qiymətli kağızı var, bondu var. FED faizi qaldıran kimi bazarda mənim 13, 14, 15, 12-dən yuxarı şanslarım yaranır. Mən həmən bondları satıb canımı qurtarmaq istəyirəm ki, gedim başqa şirkətə yatırım eləyim. Deməli, FED-in faiz qaldırması, tələb təklif məntiqi ilə baxsaq, həmən şirkətlərin qiymətli kağızlarına tələbi azaldır, qiymətlərini endirir. Amma tərsinə faizlər aşağı düşəndə həmən yatırımlar cəlbedici olur mənim üçün. Yəni, mən yatırımlarımı daha çox o şirkətlərə yatırmağa çalışıram. Nəticəyə baxsaq, FED-in faiz dərəcələrini qaldırması qiymətli kağızların qiymətini aşağı salır, faiz dərəcələrinin endirməsi isə qiymətli kağızların dəyərini artırır.